Bir sözlə, IELTS 2 və yaxud da 3 aya hazırlaşacaq bir şey deyil. Hər kəsə salam Gəncə, bərabər tamamilə self-study ilə IELTS imtahanına hazırlaşırıq. Birinci ay imtahanım oldu və bu bir ay müddətində bir neçə metod sınadım. Bu metodların bir qismi çox maraqsız idi, bir qismi demək olar ki, yararsız idi və heç bir fayda vermirdi. Amma bəzi yeni metodlara müraciət etdim ki, bunlar nisbətən daha maraqlı və daha öyrənməyə yaxın metodlar idi. Onları maraqlanırsınızsa, şəxsi bölməsindən Telegram yaza bilərsiniz ki, mən sizə qrupun linkini göndərəcəm. Buna əlavə yox, 2-3 aya IELTS imtahanından maksimum nəticə göstərmək biraz mif şəkildə qalan bir şeydir. Çünki bir tələbə kimi və yaxud da məktəbli ola bilərsiniz. Bu müddətdə dərsləriniz olacaq və dərslərinizlə IELTS imtahanını bərabər çatdırıb-çatdırmaya da bilərsiniz. Xüsusilə əlaçılığa və yaxud da zərbəçiliyə hazırlaşanlar ola bilər və yaxud da xüsusi treninqlər olsun, ya sertifikatlar almaq istəyən ola bilər, hər hansı təlimə gedənlər ola bilər ki, bunlar üçün 2 aya və yaxud da 3 aya IELTS imtahanına hazırlaşmaq və almaq biraz çətin olur. Həmçinin sizin gözlədiyiniz nəticə və başladığınız səviyyə də asılıdır. Məsələn, mən hər nə qədər incə sektorda oxusam belə B1 Plus-la başlamışam bu IELTS imtahanına hazırlaşmağa və istədiyim səviyyədə C1, C2-dir. 8 və yaxud da 8.5 kimi bir nəticə gözləyirəm və bunu 2 aya bu qədər kollegiumun, imtahanların və yaxud da digər proqramların içərisində çatdırmağım real olmur. Yəni